Birinci sual, soxulcan hərəkətində iştirak edən əzəllər A və B göstərmişdir. Şəkildə sizin yanlış fikri və ya fikirləri müəyyən edin. A və B əzələri növbəli yığılır, bəli. Çünki biri bədənin nazikləşməsində, biri qalınlaşmasında iştirak edir. A uzunluğa B həlqəvi əzələdir. Xeyr, əksinədir. A həlqəvi B uzun əzələlərdir. A həlqəvi B uzunlu əzələdir. Bu düzdür. B əzələri yığıldıqda adətən bədən nazikləşir. B əzələri yığıldıqda bədən kiçilir, amma qalınlaşır. Bu da səhv fikirdir. A əzələri yığıldıqda bədən nazikləşir. Bəli, həlqəvi əzələri yığıldıqda bədən nazikləşir. Doğru cavab A variantı olmuş olur. Buğda bitkisinin rəqəmlərlə göstərilən toxum hissələrində hansı həm ana, həm də ata bitkinin əlamətlərini daşıyır? Burada birinci qabıqdır, iki endospermdir, yerdə qalan hissələr isə toxumun rüşemin digər hissələridir. Ona görə də bir dənə birinci istisna, yerdə qalanların hamısı həm ata, həm də ana xüsusiyyətlərini daşıyacaqdır. Ona görə doğru cavabımız C variantı olacaqdır. İki cür sümük iliyinə malik olub yastı sümüklərlə birləşən sümükdür. Döş sümüyü iki cür sümüyünə malik deyil. Mi sümüyü iki cür sümük iliyinə malikdir. Mi sümüyü. Amma yastı sümüklə birləşmir. Qamış sümüyü də iki cür sümük iliyinə malikdir, amma yastı sümüklə birləşmir. Bazı sümüyü iki cür sümük iliyinə malikdir və kürək sümüyü ilə birləşir. Kürək də yastıdır, ona görə doğru cavabımız D variantı olacaq. İnsanda ürəyin yerləşdiyi bədən boşluğunda yerləşən vəzin hormonudur. İnsanda ürəyin yerləşdiyi bədən boşluğu döş boşluğudur. Döş boşluğuna yerləşən timusdur. Timusun da hormonu timozindir. Ona görə cavab B variantı olacaq. Həqiqi ölçüsü göstərilən canlı Antoni van Leeuwenhoek'un mikroskopunda neçə santimetr ölçüdə görsənir? Həqiqi ölçüsü 0,3 millimetrdir. Mikroskopda isə Leeuwenhoek'un mikroskopu 270 dəfə böyüdür. Vuramını 270'ə. O da beraberdir. Bunu 270'e vurduğumuz zaman o zaman eləyəcəkdir doğru cavab, yəni 81 millimetre eləyir. Amma biz 81 millimetre yox, bizdən burada santimetre soruşduğuna görə bizdə 8,1 santimetre, yəni doğru cavabımız D variantı olarak bunu götürəcəyik. Sual işarəsinin yerinə uyğun gələn cavabı qeyd edin. Tənəffüs orqanı qərsəmədir, ifrazat orqanı yaşıl vəzlərdir. Aslında bilirsiniz, yaşıl vəzlər bir tek xərçənglərdə olur. Ona görə doğru cavab kimi çay xərçəngi C variantını götürəcəyik. Çiçək yanlığının əmələ gəlməsində iştirak edir. Çiçək yanlığının əmələ gəlməsində iştirak edən kasa yarpağı və ləçəklərdir. Burada ləçəklər bizə 1 ilə, kasa yarpağı isə bizə 5 ilə verilib. Ona görə doğru cavabımız B variantı olacaqdır. İki evli bitkidir. Fındık bir evlidir. Qarğıdalı bir evlidir. Alma bir evlidir. Albalı bir evlidir. Ama qovaq ise iki evli bitkidir. Ona göre cevap Y variantı olur. Göz almasını hərəkət etdirən əzəllərin sinir mərkəzləri hansı rəqəmlər göstərilən şöbədə yerləşmişdir? Bunlar da bilirsiniz ki, yerləşdiyi yer göz almasını hərəkət etdirən əzəllərin beyin körpüsüdür. O da burada 3 ilə göstərilib. Doğru cavab C variantı olur. Hansı rəqəmlə göstərilən canlı və ya canlıların bədəndə dövr edən qan növlərinin sayı ürəyində olan qan növlərinin sayından çoxdur? Birinci, itdə bədəndə 2 növ, ürəyində 2 növ. Quşun bədənində 2 növ, ürəyində 2 növ. Balığın ürəyində 2 növ, bədənində deməli, ürəyində 1 növ, bədənində 2 növ. Ona görə 3'ü buradan götürəcəm. Sonra tısbağa ürəyində 3 növ, bədəndə 3 növ. Qurbağa ürəyində 3 növ, bədəndə 3 növ. Yalnız 3-cü olur. Cavab D variantı olur. Hansı parazit qurd sahib dəyişmədən inkişafını tamamlayır? İnsan askardi sadəcə bir dənə sahibi vardır. O sahib dəyişmədən inkişafını tamamlayacaqdır. Soxulcan parazit deyil ümumiyyətcə. Qaraciyər sorucusu, öküz soliteri və exinokokun isə əsas maraqlı sahibləri vardır. Cavab A variantı olur. Yanlış ifadəni seçin deyir burada bizə. Baxırıq. Neştərçənin qan damar sistemi qapalıdır. Bu doğru fikirdir. Başı nəzərə çarpmır. Bu da doğru fikirdir. 100 cüt qərsəmə qapağı olur. Xeyr, 100 cüt qərsəmə qapağı yox, 100 cüt qərsəmə yarığı vardır. Bunda qərsəmə qapağı olmayacaq. Ona görə cavab C variantı olacaq. Şəkildəki canlı haqqında hansı fikir yanlışdır? Şəkildə bizə çay xərçəngi verilib. Açıq qan damar sisteminə malikdir. Düzdür. İfrazat orqanı baş döşdə yerləşir. Düzdür. Ürəyi kisə şəkillidir.
Düzdür. Demək, ürək isə şəkillidirsə, avtomatik olaraq ürək boru şəkillidir cümləsi yanlış olur. Çünki bu qəlsəməklə tənəffüs edir. Cavab Y variantı olur. Şəkildə X-lə göstərilmiş əzələ haqqında böyük döş əzələsi verilir burada. Verilən hansı yanlışdır deyir. Yuxarı ətrafların hərəkətini təmin edir. Bu doğru fikirdir. Hüceyrəsində xromosom sayı 46-ya bərabərdir. Xeyr, çox nüvəlidir. Ona görə 46-dan çoxdur. Nəfəs almada rol oynamır. Xeyr, nəfəs almada döş həcminin dəyişməsində iştirak edir. Ona görə bu da yanlış fikirdir. Xromosomdan 46-dan çox ola bilər. Bəli, doğru fikirdir. Çünki çox nüvəlidir. Yuxarı ətrafların əzələsinə aiddir. Xeyr, gövdə əzələsinə aiddir. Vətənlərə malikdir. Təbii ki, bu vətənlərə malikdir. Ona görə cavab A variantı olur. Hansı xəstəliklər bir insanda eyni yaş dövründə meydana çıxmaz? Bazidov fərqi yoxdur. Həm uşaqlarda ola bilər, həm böyüklərdə ola bilir. Yenə eyni şəkildə Bazidov fərqi eləmir. Miksadema, akromegaliya. Miksadema böyüklərdədir, akromegaliya böyüklərdədir. Amma miksadema böyüklərdədir, cırtdanboyluq uşaqlardadır. Ona görə ikisi eyni anda ortaya çıxa bilməz. Cavabımız D variantı olur. Quyruqsuzlar dəstəsinə aiddir. Qafqaz xaslıcası qurbağadır və o quyruqsuzlar dəstəsinin nümayəndəsidir. Ona görə cavabımız A variantı olacaq. Şəkildəki canlıları bir-biri ilə birləşdirən ən kiçik sistematik vahid hansıdır? Bir ilan verilib bizə, bir də timsah verilib. Cins olaraq ayrı-ayrı cinslərdir. Dəstə olaraq biri timsahlar dəstəsidir, biri pulcuqlar dəstəsidir. Fəsli olaraq da ayrı fəslərdir. Amma sinif olaraq hər ikisi sürünənlər sinifinə aiddir. Ona görə doğru cavabımız buradan D variantı olacaqdır. Anadonta göl ilbizindən fərqlənir. Ürəyində olan qan növlərinin sayına görə hər ikisinin ürəyində sadəcə arterial qan var. Ürək mədəciklərinin sayına görə hər ikisinin bir dənə mədəciyi vardır. Hər ikisinin bir dənə ayağı vardır. Sürfə mərəsinin olmasına görə bəli, anadontanın sürfəsi vardır, amma göl bizi isə sürfəsi yoxdur. Ona görə cavabımız D variantı olacaqdır. Hərəkət orqanlarının sayı digərlərindən fərqlənir. May böcəyi hərəkət orqanlarının sayı 10-dur. Çəyirtkədə hərəkət orqanlarının sayı 10-dur. Bal arısında hərəkət orqanlarının sayı 10-dur. Mozalanda hərəkət orqanlarının sayı 8-dir. Sisəkdə hərəkət orqanlarının sayı 10-dur. Deməli, mozalan fərqlənir. Ona görə cavabımız D variantı olur. Şəkildə həşəratların hansı orqanlar sisteminə aid orqan verilmişdir? Burada traxeya göstərilir. Traxeya da tənəffüs sisteminə aiddir. Ona görə doğru cavabımız Y variantı olur. A üstə gəl B ifadəsinin qiymətini müəyyən edin. Ürək kameralarının sayı 12-dir. 12-ni bölürəm 3-ə. Bir qurbağada ürək 3 kameralıdır. Deməli, burada mənim 4 dənə qurbağam vardır. Onurğa sütunundakı sümüklərin sayı. Bir onurğa sütununda, qurbağanın onurğa sütununda 10 dənə sümük vardır. 4-ündə isə 40 dənə eləyəcəkdir. Üzmə pərdələrinin sayı birində 8 dənədir. Deməli, 4-ündə isə 32 dənə olacaqdır. Ona görə cavabımız cəmləyəndə bunları A variantı olacaqdır. Doğru cavab A bəndi. Hansı ilan zəhər vəzisinə malikdir, deyir burada bizə. Baxırıq. Yatağan zəhərsiz ilandır, kələz zəhərsizdir, təlxə zəhərsizdir, su ilanı zəhərsizdir, qalxan sifət isə zəhərli ilanlara aiddir. Ona görə cavabımız Y variantı olacaq. Birləpəllər sinifinə aiddir. Xardal ikiləpəlidir, şiyaf birləpəlidir, cil birləpəlidir, kartof ikiləpəlidir, biber ikiləpəlidir, qarğıdalı birləpəlidir. Ona görə cavabımız 2, 3 və 6 cavabı olacaq. Xanı balığında fəqərə cisimlərinin sayını bilməklə nəyi müəyyən etmək olar? Qabırğanın sayını müəyyən etmək olmaz, çünki bilmirik ki, neçə gövdə fəqərəsi var, neçə quyruq fəqərəsi var. Ümumi qövslərin də sayını bilmək üçün yenə hansının neçəsinin gövdə, neçəsinin quyruq olduğunu bilməliyik. Hər bir fəqərənin yuxarı çıxıntısı olduğuna görə, bəli, yuxarı çıxıntıların sayını müəyyən edə bilərəm. Quyruq fəqərənin sayını deyə bilmərəm. Yuxarı qövslərin sayını, hər bir fəqərənin bir yuxarı qövsü olduğuna görə bunu da müəyyən edə bilərik. Amma yan çıxıntı bilmək üçün gərək gövdə fəqərəsinin sayını bilməliyəm. Bu da mümkün deyil. Ona görə doğru cavabımız 3 və 5 cavabı olacaqdır. Kloakaya malikdir. Göl qurbağasının kloakası var. Ev itinin kloakası yoxdur. Xanı balığında kloaka yoxdur.
Çöl kərsinin kulakası vardır. Zulaqlı kertenkelenin kulakası vardır. Ona göre cevap bir, 4 ve 5 cevabı olacaktır. Cədvələ əsasən A, üstə gəl B, üstə gəl C, üstə gəl D, üstə gəl Y, üstə gəl F ifadəsinin qiymət tapın. Çayxanası. Ürəyindəki qanın növ sayı. Çayxanasının ürəyində cəmi bir növ venoz qan var. Arteriyalarında, məsələn, qarın aortasında venoz qan, bel arteriyasında arterial qan 2 növ qan var. Venalarındakı qanın növ sayı, venalarda sadəcə bir növ venoz qan var. Qurbağanın ürəyindəki qanın növ sayı 3-ə bərabərdir. Arteriyadakı qanın növ sayı, o da 3 növ qanı vardır. Venalarında isə 2 növ qan olmuş olacaqdır. Deməli, bunların da birlikdə cəmi 12-yə bərabər eləmiş olur. Doğru cavabımız 12 olacaq. Uyğunluğu müəyyən edin. Aksona malikdir. Hər ikisi aksona malikdir. İstər hərəki neyron, istər hissi neyron. Hər ikisi aksona malik olur. Cismi sinir düyünündə yerləşir. Hissi neyronun cisimləri sinir düyününü əmələ gətirir. Ona görə beyni 1-ə yazacağam. Dendriti mərkəz sinir sisteminin boz maddəsinin əmələ gəlməsi iştirak edir. Hissi neyronun dendriti kənarda olur. Amma hərəki neyronun dendriti isə mərkəzdə yerləşir. Aksonu mərkəz sinir sisteminin ağ maddəsini əmələ gətirir. Hər ikisinin aksonu mərkəzə girir deyə, o mərkəzdə olur deyə, orada hər ikisində də ağ maddənin əmələ gəlməsində iştirak edir. İmpulsları mərkəz sinir sisteminə ötürür. Bu da hissi neyron impulsları mərkəz sinir sisteminə ötürür. Deməli 1 BY, 2 AD, 3 C cavabı olacaqdır. İnsanın onurğa sütunu 334 fəqərdən təşkil olunur. 5 şöbədən ibarətdir. Cədvəldə insanın onurğa sütununun müxtəlif şöbələrinə aid fəqərlər və bu fəqərlərin əmələ gətirdiyi birləşmələr haqqında bəzi məlumatlar əks olunmuşdur. Boyun şöbəsində olan fəqərlərin sayı əksər məmələrdə olduğu qədərdir. Bu məlumatdan istifadə edərək sizə təqdim olunmuş sualları cavablandırın. X 4-dür və gövdən kənar birləşməsi var. Deməli, X-i biz burada olma fəqərəsi kimi baxacağıq. Y 2-dir. Gövdən kənar birləşməsi yoxdur. Bunlar müxtəlif fəqərlər, şöbələr olduğuna görə biz baxacağıq ki, bu da bel şöbəsinin fəqərləri olacaqdır. 4 birləşmə var. Gövdən kənar birləşməsi yoxdur. Ona görə də bu döş şöbəsinin fəqərləri ola bilir. Düzdür. X, Y digər büzdüm fəqərlərdə ola bilər. Yəni buna görə də bunu büzdüm yazsaq da burada bizə heç bir sıxıntı olmur. Yəni doğru cavab kimi götürə bilərik. 2 sümüklə birləşir. Gövdən kənar birləşməsi də var. Deməli bu da boyun fəqərəsidir. Ona görə doğru cavab boyun fəqərəsi olaraq verəcəyik. Deməli, X, Y, Z və K ilə onurğa sütunun hansı şöbəsinə aid olan fəqərləri göstərib. Dediyimiz kimi X oma, Y bel və ya büzdüm, Z döş, K isə boyun şöbəsi olacaqdır. Lordozu və kifozu əmələ gətirən fəqərlər müvafiq olaraq hansı hərflərlə göstərilmişdir? Lordozu boyunla bel əmələ gətirir. Burada boyunla bel, Y və K bunlar lordozu əmələ gətirir. Amma X ilə Z isə bunlar da kifozu əmələ gətirəcəkdir. K fəqərəsinin aid olduğu şöbənin sümüklərinin sayı K boyundur. Bilirsiniz ki, boyun fəqərəsində bütün məmələrdə, əksər məmələrdə olduğu kimi 7 fəqərəmiz vardır. Ümumi onurğa sütunu fəqərlərinin maksimum neçə faizini təşkil edir? 7 X faiz olacaqdır. Maksimum dediyinə görə mən rəqəmi daha kiçik bir rəqəm götürəcəm. Daha kiçik bir rəqəm götürünə görə bunu da 33-də 100%dir deyəcək. Ona görə də 7-ni vururuq 100-ə, bölürük 33-ə. Bu da təxminən 21% etmiş olacaqdır.